Artıq 3 gündür biz bu təlimlərdəyik. IOSH təhlükəsizlik proqramı çərçivəsində biz öyrəndiyimiz məlumatlar bir daha bizə göstərdi ki, təhlükəsizlik reaksiya verməkdə yox, ümumiyyətlə öncədən planlamaqda başlayır və öyrəndiyimiz bu bilikləri də növbəti etapda təbii ki, öz üzvlərimizə, həmçinin bizə üzv olan təşkilatların əməkdaşlarına ötürmək əsas məqsədimizdir. Təlim müddəti ərzində risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, təhlükəsiz iş mühitinin yaradılması, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və s. bir çox biliklərə həm praktiki, həm də nəzəri cəhətdən yiyələnmişik və düşünürəm ki, bu təlim prosesi gələcək fəaliyyətimdə iş yerlərində risklərin azaldılmasına, həmçinin də eyni zamanda məsuliyyətli qərarların qəbul olunmasında kömək edəcək. Bu təlim mənə iş mühitində təhlükələri daha tez görməyi, riskləri düzgün qiymətləndirməyi və preventiv tədbirlər görməyi öyrətdi. Bu da təhlükəsiz və daha nəzarətli iş mühiti yaratmağa köməklik edir.